Gəl, gəl. Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Evə baxın bir də. Toskana stilində hörmətli izləyicilər. Durub getmək istəyirəm. Bir dənə də gün çıxıb. Ev gözəl, əla. Hörmətli izləyicilər, 7 sot yarımın içində. Mərdəkanda. Qiymətini yaxşı. Qiymətini də bəri başdan deyirəm, sizi yormayım. Qəşəng evdir. Bir dənə bəyənin düyməsini basın. Video roliki bölüşün. Repost eləyin, zəhmət olmasa. Evimizin qiyməti 450 mindir. Real alıcıya endirim olacaq. Deməli, başlayaq qapı hissəsindən. 2 dənə qapımız var, pultla idarə olunan. O, deməli, bura qarajıdır. Avtomobilinizi bura salırsınız, üstü bağlıdır, pultla idarə olunur. Belə qəşəng, üstü bağlı. Bu kalitka qapısıdır. Bu da həyətə girişdir. Avtomobili saxladınız, ya avtomobili burada da saxlaya bilərsiniz. Yəni qonağınız da gəlsə, qapının ağzında saxlaya bilərsiniz. Küçəsi genişdir, haradasa 10 metrəyə yaxındır. Filtrin hovuzumuz 4-ün 8-ə ölçüləri. Burada yerləşir evimizin həyət üçün nəzərdə tutulmuş sanuzeli, burada duşudur. Sonra haradasa 15 kvadrata yaxın belə bir yay mətbəximiz var. Stipoldur bura. Qapılar bağlanır, cam balkondur. Yəni qışda da burada oturmaq olur. Burada yerləşir evimizin manqalı. 230 kvadrat daha. 7 sot yarım, 230 kvadrat. 4 otaqlıdır. Otaqları da sizə göstərəcəm. O belə ağaçlar əkilibdir. Burada da bax görürsünüz, oturub dincəlmək üçün yeri var. Burada yerləşir hörmətli izləyicilər, evimizin qazanxanası. Qazanxana buradadır. Evimizin arxasına keçək. Bax, hasarla görürsünüz nə qədər məsafəsi var, yapışıq dörü. Haradasa 1 metr yarım hasarla məsafə var. Panorar var, işıq panorar. Pəncərələr də hamısı görürsünüz də öz ərazisinə açılır. Deməli, bu qapını fikir verirsiniz. Bu qapı, bura mətbəxdir. Yəni mətbəxdən buradan bax qapı qoyublar, buradan da çıxıb həyətə çıxmaq olur. Burada da bax oturub durmaq üçün, yəni dincəlmək üçün yeri var. Yəni ağaclar, yaşıl zona. Tam ətraflı sizə çəkdim, göstərdim. Toskana stilində və hörmətli izləyicilər, indi evimizə girəcək. Evimizdə nələr var, nələr yox, özünüzdə görəcək. Pilləkəni mərmər qranitdir. Giriş hissəsinə bir dənə fikir verin. Tavan hündürlüyü 5 metrdir, hörmətli izləyicilər. 5 metr. Bu çılçıraqlar da əllə yığılmadır. Bir dənə tavanını çək görsə. 5 metrdir. Otaqlar 3 yarımdır. Koridor hissə 5 metr hündürdür. Çox redk olur. Nadir halda ki, hansısa evdə tavan 5 metr olsun. Deməli, burada girişdə sağda dolab. Mətbəxə bir dənə fikir verək. Mətbəximizin ölçüləri. Hadisa 20 kvadrat mətbəximiz. Həmən gördüyünüz, bax, həmən qapı çölə çıxır. Qonaq otağına baxaq. Bu evimizin qonaq otağıdır. Hadisa 45-50 kvadrat metrə yaxın qonaq otağımız. TV stand oraya qoyulacaq. Televizor üçün nəzərdə tutulub ora. Evimiz istipoldur. Hörmətli izləyicilər, bir dənə qapının hündürlüyünə fikir verin. Çox keyfiyyətli qapıdır. Yəni materiallar hamısı keyfiyyətli materiallardır. Evdə oturmuş evdir. Ən balaca otağı budur. Bunun da ölçüləri adasa 5-in 3-ə, 15 kvadrat. Burayla da qutardı. Bəyən işarəsini vurmağı unutmayın, dostlar. Baxın, bu ikinci yataq otağıdır. Maşallah, otaq çox genişdir. Havalandırması, pensioner xəttləri hamısı çəkilib. Bu yataq otağının içindəki sanuzel. Qapılar da maşallah ağırdır ya. Bunu heç uşaqla açıb bağlaya bilməz ha. Yəni keyfiyyətli qapılardır.
Hörmətli izləyicilər, bir dənə sanuzelına baxın, tavanı da çək, hər yerini. Tam ətraflı çək görsəl. Bir də xatırladıram, evin təmirində ucuzlu materiallardan istifadə olunmayıb. Gəl. Giriş hissəsinə bax, görünə buyurun. Futbol meydançasıdır. Gəl. Bu da sonuncu yataq otağıdır. Bu da genişdir, hardasa 35 kvadrat metrdir. Tavan hündürlüyü 3.50, sanuzel, aksesuarlar hamısı qaydasındadır. Aboylar da çox qəşəng aboylar seçilib ha. Yəni hamısına fikir verilib. Bir dənə belə bir artıq bir şey yox. Varsa əgər yazın aşağıda. Bizim özümüzə də maraqlı olar ki, siz fikrinizi bildirəsiniz. Yəni mən burada heç nəsə bir minus görmədim. Bax o hissə var, o da evə çöldən belə, ona görə də Toskana stilindədir. Bax bu pəncərələrə görə. Bəyənin işarəsini vurmağı unutmayın. Gecə görüntüsü də ki, buranın əladır. Baxın, burada işıqları, bütün həyət hamısı işıqlıdır. Bax, orada da projektoru var. Evin qabağında belə. İnteresli, qəşəng belə vid verilibdir. Neysə, kim alsa Allah xeyir versin, qardaş. Zəng eləyin, fikirlərinizi aşağıda bildirin, yazın. Sağ olun.